Dəyişən dövrlərə baxmayaraq, Gürcüstanda yeni il ənənələrdən ibarət ən qiymətli ailə birliyi və mədəni irsin sintezi olan bir bayramdır. Əcdadlarımızdan qalan bir xəzinə olan mədəni yaddaş Gürcüstanın hər bölgəsinə fərqli və müxtəlif bir cazibə verir. Nəticədə o tək bir məqsəd üçün birləşir: gələcək, rifah və sevinc. Gəlin belə başlayaq. Gürcüstan öz qastronom mədəniyyəti ilə çox rəngarəngdir. Gürcüstan zəngin tarixi və mədəni irsi ilə yanaşı, özünəməxsus və rəngarəng qastronom mədəniyyəti ilə də seçilir. Bu ölkənin mətbəxi əsrlər boyu formalaşaraq müxtəlif bölgələrin iqlimi, coğrafiyası və adət-ənənələrinin təsiri altında inkişaf edib. Hər bölgənin özünəməxsus dadı, bişirmə üsulu və yeməkləri var. Gürcü mətbəxində xəngəlvari, xinkali, pendirli xaçapuri, qozlu badımcan, lobyo, satsivi və çaxoxbili kimi yeməklər xüsusi yer tutur. Ədviyyatların, təbii məhsulların və qozun geniş istifadəsi yeməklərə həm zəngin dad, həm də fərqli ətir qatır. Süfrələrdə göyərti, təzə tərəvəz və ev üsulu ilə hazırlanan souslar bol olur. Gürcüstanın qastronom mədəniyyəti təkcə yeməklərlə məhdudlaşmır. Süfrə ənənələri və qonaqpərvərlik bu mədəniyyətin ayrılmaz hissəsidir. Gürcü süfrəsi dostluğun, birliyin və paylaşmanın rəmzi sayılır. Tamada adlanan süfrə başçısının söylədiyi tostlar yemək mədəniyyətinə xüsusi məna və ruh qatır. Bütün bunlar Gürcüstanı qastronomiya baxımından unikal və cəlbedici edən əsas xüsusiyyətlərdəndir. Bu ölkənin mətbəxi dadların harmoniyası və mədəni zənginliyin bariz nümunəsidir. Ölkəmiz bizə saysız-hesabsız çalarlarda insanlar bəxş edib. Rustavelinin bu möhtəşəm cümləsi ölkəmizin vizit kartıdır. Ölkənin hər hansı bir bölgəsini unikal və qonaqpərvər kimi ayırmaq çətindir. Çünki hamısı bir-birini tamamlayır, gücləndirir. Fərqli və nadir bölgələrdən biri olan Kvemokartli təkcə nəfəs kəsici mənzərələrlə deyil, həm də əhəmiyyətli dəyişiklikləri özündə birləşdirən xüsusi qastronomik mədəniyyət və ənənələrə məxsusdur. Kvemokartli də öz mətbəxi ilə seçilir. Burada müxtəlif millətlər birlikdə mehribancasına yaşayırlar. Bu diyar əsrlər boyu müxtəlif millətlərin birgə mehriban şəkildə yaşadığı məkan olub. Məhz bu multikultural mühit bölgənin qastronom mədəniyyətinə də öz təsirini göstərib. Kvemokartlinin mətbəxində gürcü, azərbaycanlı, erməni və digər xalqların kulinariya ənənələri bir-biri ilə ahəngdar şəkildə qovuşur. Burada bişirilən yeməklər sadəliyi, təbiiliyi və zəngin dadı ilə seçilir. Ət yeməkləri, xəmir xörəkləri, süd məhsulları və müxtəlif tərəvəzlərdən hazırlanan təamlar bölgə süfrələrinin əsasını təşkil edir. Bu bölgədə süfrə mədəniyyəti də xüsusi əhəmiyyət daşıyır. İnsanlar bir-birinin adət-ənənəsinə hörmətlə yanaşır. Bayram və mərasimlərdə süfrələr paylaşılır. Yeməklər birlik və dostluq rəmzinə çevrilir. Müxtəlif millətlərin mətbəx nümunələri bir süfrədə təqdim olunur və bu Kvemokartlinin tolerant ruhunu əks etdirir. Kvemokartli təkcə təbiəti və tarixi ilə deyil, həm də mehribanlıq üzərində qurulan mətbəx mədəniyyəti ilə seçilən fərqliliklərin bir zənginliyinə çevrildiyi bölgələrdəndir. Yeni il üçün və qış üçün əcdadlarımız yaz mövsümündən hazırlıq görürdü. Qədim gürcülər üçün yeni il və qış mövsümü xüsusi əhəmiyyət daşıyırdı. Sərt qış şəraitinə hazır olmaq və bayram günlərini bolluq içində qarşılamaq üçün onlar hələ yaz mövsümündən etibarən hazırlıqlara başlayırdılar. Təbiətlə sıx bağlı yaşayan qədim gürcülər hər fəslin öz məsuliyyəti olduğuna inanırdılar. Yaz və yay aylarında əkin-biçin işləri görülür, taxıl, üzüm, meyvə və tərəvəz bol şəkildə yetişdirilirdi. Məhsullar qurudulur, duzlanır, saxlanılır və qış üçün ehtiyat halına gətirilirdi. Xüsusilə üzümçülük və şərabçılıq yeni il süfrəsinin əsas simvollarından sayılırdı. Qoz, bal, pendir və ət məhsulları da uzun müddətli saxlama üsulları ilə qışa hazırlanırdı. Payızda isə evlər və təsərrüfatlar qışa uyğunlaşdırılır, odun ehtiyatı toplanılır, geyim və məişət əşyalarını hazırlayırdılar. Bu hazırlıqlar təkcə maddi deyil, mənəvi xarakter də daşıyırdı.
Gürcülər natiqdirlər. Sözlər onların əsas silahıdır. Süfrələrdə sağlıq deyilməsi, xeyir-dua insanı xeyirxah edən və yaxşılığı paylaşan sehrdir. Qədim gürcülər inanırdılar ki, yeni ili zəngin süfrə və səliqəli evlə qarşılamaq ilin bərəkətli keçməsinə səbəb olar. Beləliklə, yazdan başlayan bu planlı hazırlıq prosesi qədim gürcülərin həyat tərzini, uzaq görənliyini və təbiətlə harmoniyada yaşama mədəniyyətini əks etdirirdi. Yeni il və qış mövsümü onlar üçün zəhmətin bəhrəsini toplamağın və birlikdə paylaşmağın rəmzi idi. Bu ətri bütün ölkəyə yayılan möhtəşəm bir gürcü bayramıdır. Gürcü insanının qəlbində doğulan və səxavət simvoluna çevrilən qayğını çılpaq gözlə görmək, ölçmək mümkün deyil.